Bu gün sınaq 1-in izahına baxacağıq. Sınaq 1 ümumi sınaqlar toplusuna aiddir. Sualların izahlarını daha çox qısa formada edəcəm. Yəni çox vaxt aparmasın. Ən rahat variant, ən asan üsullarla. Deməli, birinci sualımız A, B, C, D, K, M trayektoriya üzrə hərəkət edən A nöqtəsindən M nöqtəsinə gələn maddi nöqtənin getdiyi yolun yerdəyişmə moduluna neçə dəfə çox olduğunu göstərir. Avtomatik birinci biz bütün yolu hesablayırıq. 9, 4, 5, 2, 4. Bütün yol dedikdə bütün trayektoriyanın üzəri ilə getmək lazımdır. Yəni tam bir yol hesablanmalıdır. L bərabərdir. Deməli 24 metr. Yerdəyişmə isə A nöqtəsindən M nöqtəsinə birbaşa uzadılmış vektordur. Və sağ tərəfə baxdıqda 4, 2. Deməli bura 6 metr. Bizim yerdəyişməmiz 6 metrdir. Və bizdən deyir ki, neçə dəfə çoxdur. Ona görə n bərabərdir. L bölək S. O da bərabərdir 24 bölək 6. Bərabərdir 4 olur. İkinci sual. O nöqtəsi ətrafında fırlanan diskin A və B nöqtələrinin bucaq sürətlərinin omega A bölək omega B nisbətini hesablayın. Bu konsentrik çevrələrə bənzir. Yəni bu formada konsentrik çevrələr üzrə hərəkətə oxşuyur. Bizdə A nöqtəsində deməli qəbul etsək ki, A nöqtəsində də omega A bərabərdir B nöqtəsində omega B, onda bunların nisbəti omega A bölək omega B bərabərdir 1 olmalıdır. E variantı. Üçüncü. Aşağıdakılardan hansı gücün vahididir? Ən birinci başdan watt müəyyən edirik. Watt güc vahididir. A böl T düsturundan joule böl saniyə. Sonra bütün vahid joule böl saniyəni atsaq kiloqram vur metr kvadrat bölək saniyə kubu. Yəni 1, 3, 4. Dördüncü. Hansı prosesdə verilmiş ideal qazın temperaturu artır? Deməli, verilmiş kütləli izoprosesdə temperatur artır. Deməli, izotermik olmaz. İzotermiki başdan çıxardırıq. Soyuma prosesləri, sıxılma prosesləri, soyuma prosesi, izobarik genişlənmə. Izobarik genişlənmədə P bərabərdir konstant. Burada V artanda T də artır. 5. Metal higrometrlə hansı fizik cəmiyyət təyin olunur? Birbaşa şey. 6. Şəkildə paralel lövhələr gərginliyi O olan mənbəyə bağlanaraq yüklənmişdir. Buna əsasən A, B, C, D nöqtələrin elektrik sahəsinin intensivliklərini və potensiallarını müqayisə edin. Bu kondensator lövhələr arasında necə ki sahə yaranır, eyni yerədir. Müsbətdən mənfiyə doğru bir sahə yaranır. Və bu nöqtələrin hamısında birinci sahə olduğuna görə Y bərabərdir konstant. Onda bizim YA bərabərdir YB bərabərdir YC deyə bilərik. Potensial isə sahə istiqamətində azalırdı. Ona görə A tərəf phi A ən böyük, C tərəf phi C ən kiçikdir. PB də ortada. 7. Maqnit sahəsində protona təsir edən qüvvənin istiqamətini tapın. Deməli, sahə N-dən S-ə doğru elektromaqnit induksiya hadisəsinə, yəni induksiya xəttləri N-dən S-ə doğru yönəlir. Biz 4 barmağımızı aşağı tutsaq, ovcumuzun içi N-ə tərəf, baş barmağımız bizə tərəf olur. Onda şəkil müstəvisindən bizə doğru. Yəni, əlimizi elə tuturuq ki, ovucumuzun içi N-ə tərəf, 4 barmağımız aşağı, baş barmağımız onda bizə tərəf olur. 8. Rəqs konturundakı sərbəst rəqslərin periodunun kondensatorun lövhələri arasındakı məsafədən asılı qrafiki hansıdır? Deməli, T bərabərdir 2 pi kök altında L S düsturuna baxsaq, burada S bərabərdir epsilon 0.
S bölək D ilə müəyyən edirik. Gətirib bu düsturu qeyd eləsək, T bərabərdir 2 pi kök altında L epsilon epsilon 0 S bölək D. Baxırıq ki, məsafə ilə kök altı tərs. Yəni ümumiyyətlə tərs asılır. 9. İdeal transformatorun birinci və ikinci dolaqlarının sarğılarının sayı nisbəti n1 bölü 2 1-in 5-ədir. Transformasiya əmsalını hesablayın. Biz bilirik ki, transformasiya əmsalı n1 bölü n2 və yaxud da ki, u1 bölü u2 bərabərdir k-ya. Yəni, burada k-nın qiyməti elə 5-də 1 olur. 10. Cisim toplayıcı linzada alınan xəyalı üçün hansı ifadələr doğrudur? Linzada xəyal qurarkən bilirik ki, F-ə qədər, yəni F daxil olmamaqla F-i çıxırıq. F-ə qədər xəyal həmişə həqiqidir. Ona görə bizim xəyalımız həqiqidir. Başdan götürək bunu. Və 2F-də özü boyda 2F ilə F arasında böyüdülmüş alınır. Xəyal artıq özündən böyük alınır. Ona görə böyüdülmüş 8 çevrilmişdir. F-ə qədər çevrilmiş F-də alınmır. F ilə linz arasında isə düzünə mövhümeydir. Ona görə çevrilmiş 2F-dən uzaqda və böyüdülmüş. 11. H-nü bərabərdir H-nü minimum üstəgələ MV kvadrat bölü 2. A çıxış bərabərdir H-nü minimumdur. Onda bizim düsturumuz elə Einstein düsturudur. Fotoeffekt Einstein düsturu. H-nü bərabərdir H-nü minimum plus MV kvadrat bölü 2. Bu bizim elə fotoeffekt üçün Einstein düsturumuz. 12. Sükunətdə olan 6 kiloqram kütləli cisimə 60 Newton və 12 Newton qüvvələr şəkildə kimi təsir göstərir. Buna əsasən cismin təcili neçə metr saniyə kvadrat olduğunu hesablayın. Sürtünmə qüvvəsi nəzərə alınmır. Bizə də bucaqlar verilir. Deməli, biz burada F1-in bu formada müstəvi sürət kosinus toplananı tapacağıq. F1 kosinus alfa, yəni fiqi toplananı tapmalıyıq. F1 kosinus alfa bərabərdir. F1-imiz 60 Newton vuraq. Kosinus 53-də 0,6. Bu da bərabərdir 36 Newton. Deməli, bizim burada 36 Newtonumuz var. Ümumi əvəzləyici qüvvə F əvəzləyici bərabərdir 36 minus 12, o da bərabərdir 24 Newton. Və bizdən də indi təcili soruşur. A bərabərdir F əvəzləyici bölək M, o da bərabərdir 24 bölək 6, o da bərabərdir 4. C variantı. 20 metr hündürlükdən şaquli aşağı istiqamətdə atılan cisim yerə neçə metr saniyə sürətlə dəyər? Deməli, bizim əsas düsturlarımızdan H bərabərdir V kvadratı minus V0 kvadratı bölə 2J düsturumuz var. Buradan da V bərabərdir yerə dəyən anda sürətini soruşduğuna görə V0 kvadratı plus 2J H düsturundan istifadə etmiş olacaq. Çünki əlimizdə olan kəmiyyətləri burada istifadə edə bilərik bu düsturda. Deməli, 225 kök altında plus deməli 400. O da bərabər 625 kök altında. Buradan çıxır 25. Deməli, 25 metr saniyə sürətlə yerə çırpılır. 14. Sükunətdəki 5 kiloqram kütləli cisimə şəkildəki kimi 60 Newton qüvvə təsiri cisim təcili 4 metr saniyə kvadrat olduğuna görə onun səthi arasında sürtünmə əmsalını hesablayın. Cisim təcil alıbsa, deməli bu hərəkətə keçib artıq hərəkət etməyə başlayıb. Onda bizdən F sürtünmə bərabərdir mu mc düsturundan istifadə edəcəyik. Cisim təcil alıbsa, deməli bizim sürtünmə qüvvəmiz deməli MA bərabərdir. Belə də yoxlaya bilər. MA bərabərdir
F dartı minus F sürtünmə. Buradan F sürtünməni taparıq. Çünki başqa formada biz hesablaya bilmərik. F sürtünməni tapsaq, deməli 20 bərabərdir 60 minus F sürtünmə. F sürtünməmiz bərabərdir 40. Sonra gətirib burada bərabərləşdirsək, M də bərabərdir F sürtünmə minus bölək mg. 40 bölək. Deməli 50, o da 0,8. B variantı. 15. Monoxromatik işıq dalğası sındırma əmsalı böyük olan mühitdən kiçik olan mühitə keçir. İşıq optik sıxlığı böyük olan mühitdən kiçik olan mühitə keçəndə sınaraq normaldan uzaqlaşır. Yəni, uzaq böyüyür. Sındırma əmsalı böyük olan mühitdən kiçik olan mühitə keçəndə V bərabər S bölək N və ya V0 bölək N qədər sürətini azaldır. İndi sıxlığı böyük olan kiçik olan keçsə sürətini artırır. Period dəyişmir, dalğa uzunluğu artmalıydı. Ona görə yalnız 1 və 2. 16. Hansı ifadələr doğrudur? Beta müsbət çevrilməsinə məruz qalan nüvə kütlə ədədi dəyişmir. Bəli. Deməli, kütlə ədədi dəyişmir, A dəyişmir. 2 səhvdir. Neytronların sayı dəyişmir, səhvdir. Kütlə ədədi dəyişməsə də proton neytron çevrilir. Neytronların sayı, deməli, beta müsbətdə neytronun miqdarı artır. Proton çevrilir neytrona. Ona görə 4, 1, 4. Protonların sayı isə azalır. 1, 4, 6. E variantı. Deməli, 17. Verilmiş sıxlıqlı mayenin qabın dibinə göstərdiyi hidrostatik təzyiqin qabın oturacağının sayəsinin asılı qrafiki hansıdır? Asılı deyil. P bərabərdir rho J H. A variantı. Tarazlıqda olan çəkisiz lingə təsir edən qüvvələr arasında hansı münasibət doğrudur? Deməli, biz baxaq. Birinci F1, F2 arasında əlaqəni quraq. Ona görə dayağı gətirib qoyuruq bura. Yəni, bura bir dayaq əlavə edirik. Tarazlıqdadır sözü də var. Ona görə F1 böl F2 bərabərdir. D2 böl D1 qaydasından gedib F1, F2 arasında əlaqəni müəyyən edəcək. Deməli, 1, 2, 3, 4, 5, 6. 6 bölgü var. 6D, 1, 2, 3, 4. 4D. 4 bölək 6. Bunlar da deməli, belə yaza bilərik ki, F2 bərabərdir 1,5 F1. İndi T ilə əlaqəni müəyyən edək. T bu ikisinin cəmidir və yaxud da ki, biz məsəl üçün bu ifadədə F1-lərlə ifadə olunub, T-ni F1-lə ifadə edib. Dayağı aparıb qoyacağıq bura. Deməli, T vuraq 1, 2, 3, 4 bərabərdir. Burada isə deməli bizim 10 dənə bölgümüz var. F1 vuraq 10. Bunu da yaza bilərik. T bərabərdir 2,5. Cavab B variantı. Yəni, ifadədə bizə hansı lazım deyilsə, biz onun altına dayağı əlavə edə bilərik. Yəni, tarazlığı qorumaq şərti ilə. 19. Kondensatorun yükləri arasında hansı münasibət doğrudur? Fikir versəz, hamısı bir-birinə ardıcıl gedir. Ardıcıl birləşmədə yüklər bərabərdir. Q1, Q5-ə hamısı bir-birinə bərabərdir. 20. X bərabərdir 10 sinus 4 pt qanunu ilə harmonik rəqs edən maddi nöqtə 5 saniyədə neçə metr yol gedər? Biz bilirik ki, rəqs edərkən, deməli, bir tam periyod ərzində L bərabərdir 4xn qədər yol gedir və yaxud da 4 vuraq n vur xn, çünki n sayda dövr edəcək,
Onda L bərabərdir. N əvəzinə T bölək period T-si 4x yaza bilərik. Və biz gətirək bunu yazaq yerinə. Maddi nöqtənin periodunu hesablayaq. İfadədə 4pi. T bərabərdir 2pi bölək omega. O da bərabərdir 2pi bölək 4pi 0,5. Və biz gətirib bunu ifadədə yerinə yazsaq 5 bölək 0,5 vuraq 4 vuraq x-imiz 10'dur. Cavab metrlə ifadə olunub. Funksiya da metrlə ifadə olunub. Onda bu da elədi 400 metr. Deməli bizdə əsas düsturumuz yuxarıda. Deməli 1 tam dövrdə 4x-in, n tayda dövrdə 4n vur x-in düsturu ilə gedirik. Bizim əlimizdə n olmadığına görə n açırıq t period və zamanlı ifadə, çünki əlimizdə bunlar var. Və nəticə. 21. Aşağıdakılardan hansı vektorial fiziki kəmiyyətdir? Deməli, qüvvə, yer dəyişmə, sahənin intensivliyi. Bunlar hamısı istiqaməti olan kəmiyyətlər. 22. Şəkildəki dövrədə i cərəyanı keçdiyi zaman R1 4 domluq naqildə sərf olunan güc 64 wattdır. Buna əsasən R2 naqildə 2 saniyə ərzində ayrılan istilik miqdarını hesablayın. Deməli, cəryan şiddətləri bərabər idi formada olanda. Deməli, birincidə Q1 bərabərdir I kvadratı L1T, Q2 bərabərdir I kvadratı L2T. Yəni, bu düsturlardan istifadə edəcəyik. Deməli, bizdə indi 1 saniyədə qəbul. Şəkildə dövrədən keçdiyi zaman deməli 4 ohmluq naqildə sərf olunan güc 64-dür, wattdır. Bizdə gücü soruşduğuna görə deməli gücə çevirək. Enerjini yazdım. P bərabərdir I kvadratı R. Deməli, P1 bərabərdir I kvadratı L1, P2 bərabərdir I kvadratı L2. İkincidə bizdən istilik miqdarını soruşur. Deməli, biz cəryan şiddətini tapaq. Bərabərdir cəryan şiddəti. I bərabərdir kök altında P bölək R1. P1 bölək 64 bölək 4, 16, 4 amper. İkincidə Q bərabərdir. Q2 bərabərdir I kvadratı R2T. O da bərabərdir 4, 16, yəni 16 vuraq. R2'miz 5, vuraq T'miz 2 saniyə. Bu da elədi 160 joule. Deməli, birincidə bizdən gücü verib, gücə görə biz cəryan şiddətini müəyyənlədik ki, 4 amper cəryan şiddəti keçir və ikinci hissədə biz R2'də ayrılan gücü, istilik miqdarını tapdıq. Çünki istilik miqdarında sadəcə zaman və müqavimət dəyişmir, cəryan şiddəti artıq birləşmədə bərabərdir. 23. Verilmiş kütləli ideal qazın təzyiqinin temperaturuna asılı qrafikinə əsasən qazın həcmini tapın. Deməli, PV bərabərdir nRT düsturundan gedəcək, Mendeleyev Klaperon tənliyi. Qazın həcmini soruşur. V bərabərdir nRT bölək P. Bizdə P bölək T var. Tangens alfanı verir. Amma ifadəmizdə T bölək P'dir. Ona görə bu kotangens alfadır. Deməli, V bərabərdir nR vuraq kotangens alfa. C variantı. 24. Metal rezistoru və termistoru qızdırsaq, ampermetrin göstəriciləri necə dəyişər? Deməli, metal rezistoru qızdıranda müqavimət artır. Müqavimət artdığına görə cəryan şiddəti azalır. Termistoru qızdırdıqda isə müqaviməti azalır, buna görə A2'nin göstəricisi artar. Deməli, A1 azalır, A2 artar. Variantı. 25.
Diametrləri eyni olan alüminium məftildən yüklər asılmışdır. Birinci məftilin nisbi uzanması 0,4 olarsa, ikinci məftilin nisbi uzanmasını hesablayın. Nisbi uzanma deməli Kx bərabərdir mg. Bu ifadə bizim əsas ifadəmizdir. Buradan da deməli yekun ifadəni alsaq epsilon bərabərdir mg bölək ys. Bu ifadə deməli k-nın əvəzinə mg bərabərdir kx-də deməli ys bölək l0 vuraq delta x-i l ilə ifadə edirəm. Buradan da deməli delta l bölək l0 bizə epsilonu verir. mg bərabərdir s vuraq epsilon. Epsilon bərabərdir delta l bölək l0 əvəzlədim. Və epsilon da bərabərdir mg bölək ys. Yəni kütlə ilə düz, y ilə s ilə tərs asılıdır. İndi burada bizə l, l0 bunun heç bir rolu yoxdur. Yəni nisbi uzanmada rol oynamır. Birinci məftilin nisbi uzanması 0,4 olarsa, ikinci məftilin kütləsi ondan 2 dəfə böyükdür. 2 dəfə artı olacaq. Y2 bərabərdir 2y. Epsilon 2 bərabərdir 2 epsilon 1. O da bərabərdir 0,8. 26. Qablarda eyni növ qaz vardır. Krana asdıqdan sonra qərarlaşmış təzyiq nə qədər olur? Qərarlaşmış təzyiq düsturunda P ştrix bərabərdir P1 V1 üstə gələk P2 V2 bölək V1 plus V2 bərabərdir. P1'imiz 1, 4 metr kubuna V2'miz, V1'imiz 4 plus 4 dərəcə 8 bölək 2 plus 4 6. 12 bölək 6 yekun təzyiqimiz 2 Paskal. Kütləsi M1 bərabərdir M, M2 bərabərdir 3M olan cisimlər yer səthinə müəyyən hündürlükdən h hündürlükdən sərbəst buraxılır. Cisimlərin impulsları və sürətləri, kinetik enerjilər arasında hansı münasibətlər doğrudur? Deməli, V bərabərdir kök altında 2JH və V bərabərdir JT sərbəst buraxılır. Və bunların heç biri kütlədən asılı deyil, olutulduğu hündürlükdən asılıdır, düşmə müddətindən asılıdır. Ona görə 2. Sürətləri bərabər, kütlələri fərqli. P bərabərdir MV düsturuna görə V sabitdir, kütlə ilə düzdür. Ona görə P2 3 dəfə ondan birincidən böyükdür. P2 bərabərdir 3P1. Buna MV, buna 3MV desək. Kinetik enerjilər YK bərabərdir MV kvadrat bölək 2. Sürət sabitdir, kütlə ilə düzdür. Onda YK2 bərabərdir 3YK1. 3, 6. T0-da yan-yana olan K və L cisimləri sürət zaman qrafikləri verilmişdir. Deməli, 8 saniyə ərzində K cismi nə qədər yol gedər? K cisminin getdiyi yol fiqurun altında qalan sahədir. Yəni, ən rahat formada fiqurun altında qalan sahəli hesablayır. L bərabərdir S fiqur. 16 vur 8 bölü 2. 64 metr. 8 saniyə sonra bu cisimlər arasındakı məsafə neçə metr olar? Deməli, L, K-nı tapmışıq 8 saniyədə. Eyni məsafədə 64 metr yol gedir. L yenə fiqurun sahəsidir. Bu da 128 metr yol gedir. Ümumi bunlar arasındakı məsafə 64 metr olar. Yəni, delta L bərabərdir məsafəsi. L-in getdiyi yol L onun koordinatıdır. 0 qəbul edəcək başlanğıcı 128 minus 64. 64 metr aralarında məsafə var. Cisimlər neçə saniyədən sonra görüşər? Biz bunlar üçün tənlik müəyyən edəcək. Başlanğıcda eyni koordinatdadırlar. Qəbul edək ki, x L bərabərdir VT qanunu ilə hərəkət edir. X
K bərabərdir AT kvadratı bölü 2. Burada da birincinin sürəti sabit 16T qəbul edək. Yəni ifadəyə baxsaq, qrafikdən göründüyü kimi 16 metr saniyə sabit sürətlə hərəkət edir. İkincinin təcilini hesablayaq. AK bərabərdir. Demək 8 saniyə sürətini 16-ya qaldırıb 16 bölü 8 bərabər 2 metr bölü saniyə kvadrat. Onda deməli 2T kvadratı bölü 2 bərabərdir T kvadrat. Və bunlar müəyyən anda bərabərləşməlidirlər ki, eyni yolda olsunlar. 16T bərabərdir T kvadratı. T bərabərdir 16 saniyə. Deməli 16 saniyədən sonra bunlar görüşəcək. Belə. Ümumi sınaq idi, bütün mövzuları əhatə edirdi, sadə formada sınaq idi. Gələn səfər sınaq 2-nin də izahaları fərqli formada əlavə olunacaq.